Salam, bu dəfə Xırdalan şəhərindəyəm. Bəzən bir şəhər səni böyüdər, səni anlayar, səssizcə qucaqlayar. Bura Xırdalandır. Hər küçəsində bir xatirə, hər daşında bir iz var. Bəlkə bu yollardan ilk dəfə məktəbə getmisən. Bəlkə bir parkda ilk dəfə sevinmisən, ilk dəfə ağlamısan. Misir parkı səni başqa dünyalara aparır. O sütunlar, o heykəllər əslində uşaqlıq xəyallarının içində qurduğun saraylar kimidir. Sakit bir günəşli gündə orada gəzsən elə bir zaman dayanır. Sonra Heydər Əliyev parkı qarşılayır səni. Dinc bir axşam, əl-ələ tutan insanlar, gülən uşaqlar. Bu park yaşanmış günlərin bir xülasəsi kimidir. Səmimi, təmiz və doğma. Xırdalan stansiyası sanki ayrılıqların və qovuşmaların şahidi. Gələnlər var, gedənlər var, amma qəlbində bu şəhəri daşıyanlar heç vaxt unutmur. Bura sadəcə binalar, yollar, stansiyalar deyil. Bura insanın içində yaşayan bir şəhərdir. O səssiz dar küçələr, o qış səhərləri, o yay axşamları, hər şey bir film kimidir. Tanış, amma təkrar-təkrar baxmaq istədiyim bir film. Xırdalan bəzən səni darıxdıran, bəzən güldürən, amma həmişə sənə öz evin kimi gələn bir şəhər. Bu şəhərdə böyüyən hər uşaq bir gün uzağa getsə belə, qəlbinin bir guşəsində Xırdalanı da özü ilə aparır. Çünki bura doğulduğumuz, sevdiyimiz, yaşadığımız yerdir. Sonda sadəcə bir söz qalır deməyə. Xırdalan, sənə təşəkkür edirəm hər şey üçün.